Salam dəyərli izləyicilər, bugün sizlərlə ERFM 6-cı sinif riyaziyyat suallarının izahını paylaşıram. Digər videoda sizlərlə ERFM 7-ci sinif izahını paylaşdım. Siz də olimpiyadalardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olub videoları bəyənməyi unutmayın. Tez-tez videolar paylaşıb sizə dəstək olmağa çalışıram. Elə isə birinci sualdan başlayaq. Görək birinci sualda nə deyir? 540-ın demək sadə vuruqlarını ayırmaq lazımdır. Gəlin bir yerdə 540-ı sadə vuruqlarını ayıraq. 540-ın sadə vuruqları 2-yə bölsəm, eləyəcək 270. Yenə 2-yə bölünür, 135 düşür. 135-in özü 3-ə bölünür. 3-ə böləndə 45 düşür. 45 3-ə bölünür, 15 düşür. 15 3-ə 5, 5 5-ə 1. Demək ki, 540, 2 dənə 2 varsa 2-nin kvadratı vurulsun. 3-dən 3 dənədir, yəni 3-ün kubu vurulsun 5 üstü 1. 5-dən 1 dənədir. A üstə gəl, 5 üstə gəl, C-nin cəmini soruşur. 2 üstə gəl, 3 üstə gəl, 1 bizə verir 6-nı. Demək, cavab D variantı 6-dır. Digər suala baxaq. Ərzağın 300 qramı A qəpidir, yarım kiloqramı 2A çıxılsın 200 qəpidir. Demək, bunu necə yazırıq? 300 qramı A qəpikdir. Yarım kiloqram nədir? 500-ü yəni. 500 qramı da 2A çıxılsın 200-dür. Və bu düz mütənasib kəmiyyətlər olduğuna görə bunu çarpaz vurub bərabər edirik. 500A bərabərdir. 300 vurulsun, 2A çıxılsın 200 eləyir 600A çıxılsın 60.000. 600A keçdi bu tərəfə, qaldı bizdə mənfi 100A. O da bərabərdir mənfi 60.000-ə. Oradan da A bərabərdir müsbət 600-ə. Demək ki, A 600 qəpik imiş. Üçüncü suala baxaq. Bir qabın 4/3-ü su ilə doludur. Suyun 3/2-si boşaldılarsa qabda 12 litr su qalar. Qabın neçə litr su tutur? Deməli, biz birinci bilmirik qabın tutduğu miqdarı x deyə. X-in 4/3-ü nə qədər edir? 3x böl 4. Və 3x böl 4-ün 3/2-si boşaldılır. Yəni, bunun 3/2-si nə qədər edəcək? Bu 2 2-yə bir dəfə, 4 2-yə 2 dəfə, 3-lə də 3 ixtisar gedir. Qalacaq x böl 2. Demək, yarısı. İndi 3x böl 4-dən x çıx 2-ni çıxanda mənə verməlidir 12 litr su qalacaq. 12-ni. Aha, buradan da yaza bilərəm. 3x çıx 4 yazaram bu məxrəcinə. Onda burada 2x qalar. 3x-dən 2x çıxanda x qalar. Onda x bölünsün. Məxrəc 4 bərabərdir 12-yə. Onda x də bərabərdir 12 vurulsun 4, 48. Demək, qabın ümumi tutumu 48 litr imiş. Digər suala baxaq. Dördüncü sualda iki qonşu xanada yazılan ədədlərin cəmi üstdəki xanalarda yazılmışdır. Ən üst xanada hansı ədəd yazılacaq? Burada 4-dür. Bura mənfi 5-dir. Bura mənfi 15-dir. Bura mənfi 20-dir. Demək, mənfi 20-dən 4 çıxsa, mənfi 24 eləyər. Ona görə bura mənfi 24 yazılacaq. Mənfi 15-dən mənfi 5 çıxsa, mənfi 10 eləyəcək. Mənfi 10 ilə 4-ün cəmi mənfi 6 eləyir. Bura 6 yazacam. Mənfi 20 ilə mənfi 6, mənfi 26. Mənfi 6 ilə mənfi 15, mənfi 21. Və mənfi 26 ilə mənfi 21, mənfi 47 olacaq. Demək ki, düzgün cavab A variantı mənfi 47-dir. 5-ci suala baxaq. Sübzanın tərəfləri 2-də 1, 3-də 1, 4-də 1 nisbətindədir. Yəni, bu nisbətindədirsə, onda hansısa bir K ədədinə ixtisar gedib, deyək ki. Onda bu K bölünsün 2-dir, bu K bölünsün 3-dür, bu da K bölünsün 4-dür. Və bunların ümumi cəmi bunların perimetrini verir, yəni 52-ni. 52-ni. İndi 2, 3, 4-ün ortaq məxrəci 12-dir. Ona görə ortaq məxrəcə gətirək. Bunu 6-ya vuraram. Bunu 4-ə vuraram. Bunu da 3-ə vuraram. Yəni 6K üstə gəl 4K üstə gəl 3K. Mənə ver 13K-nı. 13K bölünsün 12 bərabərdir 52-yə. Buradan 13K bərabərdir 52 vurulsun 12-yə. Buradan da K bərabərdir
48-ə. Çünki 52 ilə 13 ixtisar gedər. Burada 4 qalar. 4 qalar. 4-ü də 12-yə vuranda 48. Demək K 48 imiş. İndi bizdən böyük tərəfini soruşur. Böyük tərəfi təbii ki 2-də 1 böyükdür. Ona görə 48 bölünsün 2, 24 olar. Yəni tərəfləri ümumi olacaq 16, 12 və 24. Və bunların da arasında ən böyüyü 24. Cavab C variantı. 6-cı suala baxaq. A çıxılsın B bölünsün B 3 bölü 2-dir. 1 çıxılsın B bölü A bərabər C olduğuna görə C-ni tap. Tamam, tapaq. Mən bunu A çıx B-ni ayıracam. Necə ayıracam? Yəni A bölünsün B çıxılsın B bölünsün B şəklində göstərə bilərəm. Çünki məxrəclər eynidir. Sürətlər A çıx B qalır. O da bərabərdir 2-də 3-ə. B-ni B-yə böləndə 1 eləyir. Yəni bura 1-dir. Onda A bölünsün B bərabərdir 1 üstə gəlinsin 2-də 3. 1-in üstünə 2-də 3 gələndə 2-də 5 eləyir. İndi burada biz A böl B-ni tapdıq. Bəs B böl A təbii ki bunun tərsi olacaq. Yəni 5-də 2 olacaq. İndi 1-dən də 5-də 2 çıxanda eləyir. 1-i 5-də 5 şəklində yazıram. 5 çıx 2, 5-də 3. Demək ki, cavab 5-də 3 olacaq. C variantı. 7-ci suala baxaq. 7-ci sualda deyir ki, bölmə əməlində fiqurlar müəyyən ədədləri əvəz edir. İndi kvadratı 3 bucağa böləndə 13 eləyir. Demək, kvadrat nəyə bərabərdir? 13 3 bucağa bərabərdir. İndi gətirək burada yerinə qoyaq. Kvadratın yerinə 13 3 bucaq qoyuram. Üstə gəlinsin 3 bucaq bərabərdir 420-yə. Onda 14 3 bucaq bərabərdir 420-yə. 120-ni də 14-ə böləndə bizə verir 30-u. Demək ki, 3 bucağın qiyməti 30 imiş. İndi gətirib yerinə burada yazaq. 13 vurulsun 30 mənə verir 390-ı. Ona görə cavab D variantı 390 olacaq. 8-ci suala baxaq. 8-ci sual elfiyem 7-ci siniflərdə də düşüb. Eyni bu sualdır. Bizdə deyir ki, L ilə L-nın cəmi 8 eləyir. Bu ya 18-dir, ya da 8-dir. 8-dirsə L-nın qiyməti 4-dür, 18-dirsə L-nın qiyməti 9-dur. Amma 4 ala bilməz. Niyə görə? Çünki 4 olsa bura bir vahid vermir. Buna bir vahid vermirsə 7 tək ədəddir. 2 dənə ədədin cəmi heç vaxt 7 eləyə bilməz. Ya da 17 eləyə bilməz. Ona görə bu buna bir vahid verib. Onda L 9-dur. L 9-dur. Gətirib burada da L var, 9-u yazdı. Onda bura 3 düşür avtomatik. 3 olur bura. T-nın qiyməti 3-dür. L da 9-dur. L ya 6-dır, bura 6-dır, ya da 16-dır. 7-nin yerinə yazmaq. Onda 6 ola bilməz. Çünki 6 olsa o 3 düşür. Amma biz T-nı 3 tapmışıq artıq. Ona görə 3 ola bilməz. Ona görə demək 16-dır. 16-dırsa onun qiyməti 8-dir. Onun qiyməti burada da var. Ona da gətirib 8 yazırıq. İndi U-nun cəmi 8 eləyə bilməz. Ona görə 18 eləyəcək. Onun qiyməti 6 olacaq. Və burada 6-dır. İndi F-nın yerinə biz neçə yaza bilərik? F-nın yerinə 1 yazsaq, 1, 1, 1 eləyir 3. 1 də buradan yaddaydı, 6-dan gəlmişdi. Elədi 4. Onda B-nin yerinə 4 yazılanda, gətirib B-nin yerinə 4 yazsam, 4 üstə gəlinsin, 8, 12 eləyir. 1 də buradan yaddaydı, 13 elədi. Amma 8 onun qiyməti idi. Demək ki, F 1 ala bilməz. Mən F-ya indi 2 verirəm. F-ya 2 versəm, 2 üstə gəlir 2, üstə gəlir 2, eləyir 6. 1 də gələndə 7. Demək, B-nin qiyməti 7-dir. Gətirib burada 7 qoysam, 7 üstə gəlinsin 5, eləyir 12, üstünə də 1 gələndə 13. Demək ki, Q-nın da qiyməti 5 imiş. İndi yazaq. F-nın qiyməti 2-dir, O-nun qiyməti 6-dır, T-nın qiyməti 3-dür. Bunu tapdıq. Bu da eləyir 11. Vurulsun. B-nin qiyməti 7-dir. O-nun qiyməti 8 idi. 9 idi.
vurulsun. Bir də səhv eləmirəmsə Q-nın qiyməti. Q-nın qiyməti də 5. Bu da mənə verir 1320-ni. Yəni cavab B variantı 1320-dir. 9-cu suala baxaq. Səhv işləyən AB tərəzilərini verir və A tərəzisində 15 kiloqram olan, digərində 23-dür. A hər bir yükü 25% əksi ölçdüyünə görə B nə qədər çox ölçər? Demək, o hansı ədəddir ki, onun 25% əksiyi 15 kiloqram ölçür? Yəni x ədədidir. Məsələn, tutaq ki, bir x ədədidir. Ondan x-in 25%-ni çıxsam böl 100. Mənə 15 kiloqramı verməlidir. Onda x çıxılsın 0,25 x bərabərdir 15-ə. X-dən də 0,25-i çıxanda edir 0-dan %75 x bərabərdir 15-ə. X də bərabərdir 20-yə. Demək ki, çəkimiz 20 kiloqram imiş ki, 15 kiloqram ölçdü. İndi 20 kiloqramın nə qədər artığı 23 kiloqram ölçür? Yəni 20 kiloqram üstə gəlinsin 20-nin x faizi vurulsun x bölünsün 100 bərabərdir 23 eləməlidir. 20-nin də üstünə 3 gələndə 23 eləyir. Ona görə buranın qiyməti 3 eləməlidir. 20 vurulsun x bölünsün 100 bərabərdir 3. Buradan da x-i tapıram ki, x bərabərdir 15-ə. Demək ki, 15% daha çox çəkmiş olar. Digər suala baxaq. Baba və 2 nəvəsinin yaşları cəmi ən böyük rəqəmli ədədə bərabərdir. Yazaq. Baba üstə gəl nəvə 1 deyək, 1-nə. O birisi də nəvə 2 deyək. Bərabərdir ən böyük 2 rəqəmli ədəd, yəni 99-a. Baba və nəvələrindən birindən 51 yaş, o birindən 7 dəfə böyükdür. Onda nəvə 1 bərabərdir, baba çıxılsın 51-ə. Nəvə 2 də bərabərdir, baba bölünsün 7-yə. İndi gətirib yerinə qoyuram. Baba üstə gəlinsin, baba çıxılsın 51. Üstə gəlinsin, baba böl 7 bərabərdir 99-a. Bunu həll eləsək, alarıq ki, babanın 70 yaşı var. Gətirib burada yerinə qoyuram. 70 çıxılsın 51, eləyir 19. Burada da 70 bölünsün 7, eləyir 10. 10-la da 19-un cəmi 29 edir. Cavab D variantı. 11-ci suala baxaq. 11-ci sualda pişik koridorun tam ortası ilə koridorun əvvəlindən sonuna qədər hərəkət edib, pişik neçə metr yol getmiş olar? Demək, bunu necə tapmaq olar? Bu qısa yeri tapsam, bura nə qədər eləyir? 32 buradır, bura 28-dir. 32-dən 28 çıxaram, eləyər 4, 2-yə bölsəm 2. Demək, bura 2-dir, burada 2-dir. Onda biz buradan bura qədər məsafəni rahatlıqla tapa bilərik. 28 bura qədər idi, 2 də buradan idi, demək, bura 30-dur. Demək, aşağı 30-dur. Aşağını tapdım. İndi biz yuxarını tapaq. İşlədikcə siləcəm ki, qarışmasın. İndi biz buradan bura qədər olan məsafəni necə tapa bilərik? Birinci, bura qədər olan məsafəni tapa bilərik. Bura bizə verəcək 8-in yarısı 4. Yəni, bura 4-dür. Bəs bura nə qədər eləyəcək? Buradan bura qədər məsafə. 18 buradır, 8 də burasıdır, onda bura 10 düşür. Demək, burada 10 imiş, onda burasıymış. Bəs bu qısa yer nə qədərdir? 6-ın yarısı 3 eləyir, ona görə buradan burada 3-dür. Demək, 4, 10, 3, 17-dir. Demək, aşağı 30-dur, 17, üstə gəlinsin. İndi biz tapmalıyıq digər yarısını. Yəni, buradan bura qədər olan məsafəni. Bu qısa yer dedik ki, 2-dir. Demək, 20-dən də 2 çıxanda 18 eləyir. Demək ki, burada 18-dir. 18-lə də 17, 30-u toplasaq, eləyəcək 65. Demək ki, 65 metr yol getmiş olar. 12-ci suala baxaq. 12-ci sualda deyir, A vurulsun, S çıx B 18-dir, S vurulsun, B çıxılsın A 22-dir. Yazaq.
22 11 vurulsun 2 kimi göstərsəm mən onu 11 vur 2. Onda C-yə 11 verərəm. Çünki 11 C burada hamısından böyükdür. C-dən B çıxmaq olur. 11 vurulsun. B çıxılsın A. B çıxılsın A 2 eləməlidirsə, bu təbii ki 5 3 eləyə bilər. Ya da 7 5 eləyə bilər. İkisindən biri. Amma 18-in özü 3 vurulsun 6'dır. Yəni 3 var. A-ya 3 verə bilərəm. A-ya 3 versəm, B-nin qiyməti olacaq 5. B 5 olmalı. 5 çıx 3 2 eləyir. 11'ə vuranda 22 eləyir. Və hamısı da sadədir oldu. C 11 oldu. B 5 oldu. A da 3 oldu. Cavab D variantı 165 olacaq. 13-cü suala baxaq. ABC natural ədədlərdir. 0 olduğuna görə ifadənin qiyməti hansı ola bilər? Mən buradan baxan kimi görürəm ki, 3A çıx 2B bərabərdir mənfi C-yə. Yəni, buradan da hər tərəfi mənfi 1-ə bölsəm, qalacaq 2B çıxılsın 3A bərabərdir C-yə. Gətirib onu burada yerinə qoyuram. A üstə gəlinsin 2B çıxılsın C-nin qiyməti 2B üstə gəlinsin 3A olacaq. Çünki burada mötərizə açılacaq. İndi burada 2B-lər ixtisar gedir, qalır 4A. İndi 4A-nı bərabərdirsə bu ifadə, demək cavab 4-ə bölünən ədəd olmalıdır. 30 4-ə bölünmür, 18 4-ə bölünmür, 10 da 4-ə bölünmür. Ona görə cavab B variantı olacaq. 14-cü suala baxaq. 1-dən 7-yə qədər hər biri bir dəfə yazılmaqla deyir, sətr və ya sütunun solunda onun hasili göstərilib. Deyir, onda A və B-nin hasili neçə olar? Mən 35-i baxan kimi 5 vur 7 kimi yazıram. Amma 7-ni bura yazan mənəm. Çünki 15-in 7-yə bölünmür. Ona görə ora 5 yazacağım. Bura 7 yazmış olacağım. 5 yazılıbsa 15-in 3'ü çatmır. 1 ilə 3. 1'i bura yazaram. 3'ü bura yazaram. 5 vur 1 vur 3 15 eləyir. Deməli, indi buradan necə işləmək olar? 24'ü 6 vur 4 kimi yazsam, 6 vurulsun 4 kimi yazsam, burada 2 qalır. Demək, 3 vur 2 6 eləyir. 7 vur 4 28 eləyir. İndi deyir ki, 28 vur 6 neçə eləyir? 28'i də 6'ya vuranda 168 eləyir. Cavab D variantı. 15-ci suala baxaq. Deyir, 12 turist bərabər məbləğdə pul ödəyərək mikroavtobus icarəyə götürmək istəyir. 3 nəfər də qoşulur, 3 manat azalır. İcarə haqqı nə qədərdir? Deməli, icarə haqqı X-dir və hərəyə X böl 12 manat düşür. Çünki 12 nəfərdir. İndi deyir ki, 3 nəfər artdı. Onda bunlar ümumi nə qədər oldu? X böl 15. İndi bunlara hərəsinə X böl 15 düşür. İndi deyir ki, 3 manat azaldı. Onda X bölünsün 12-dən 3 çıxsam, mən X böl 15 alacağım. İndi bu tənliyi həll eləsəm, X böl 12 çıxılsın X böl 15 bərabərdir 3-ə. 12 ilə 15-in ortaq məxrəci 60-dır. Bunu 5'ə vuraram, bunu 4'ə vuraram. 5x çıx 4x qalacaq x böl 60 bərabərdir 3-ə. Buradan da x bərabərdir 180-ə. Demək ki, cavab A variantı 180 olacaq. 16-cı suala baxaq. 16-cı sualda baxıram ki, 1, 2, 3, 4, 5, 6, 7 və 8 bölgü var. Onda 1 bölünsün 8 mənə verir 0,125'i. 5-ci bölgünü göstərirsə, 5 vurulsun 0,125 eləyir 0,625. Onun da üstünə 4 gələrəm. Mənfi 4 də var. Üstünə 4 gəlsəm 4 625. Demək 4 tam 1625'ə gəlib çıxacaq. Mənfi. Ona görə cavab D variantı mənfi 4 tam 1625 olacaq. 17-ci suala baxaq. 17-ci sualda çöp məsələsidir. Deyir ki, hər biri artır. Birinci addımda 4 dənə çöpdən istifadə olunub. İkinci artımda 10 dənə çöpdən istifadə olunub. Üçüncüdə isə 16 dənə çöpdən istifadə olunub. Yəni burada saysa
Görərsiniz ki, həqiqətən də o qədərdir. Yəni 4, 10, 16. Yəni 6, 6 arta gedir. 15-ci addımda isə artıq 6 addım gedirsə və 15-ciyə çatmağımızı istəyirsə, birincinin üzərinə, birinci həddimizin üzərinə gəlməliyik. 15-dən bir əvvəlki ədədin hasilini, fərqi hasilini. Yəni 14 vurulsun 6, üstə gəlsin 4. O da eləyir 88. Yəni bu bizdən 22-ci soruşsaydı, onda 22-dən bir əvvəlki hədd 21-dir. 21-i vuracaqdıq 6-ya. Üstünə 4-ü gələcəkdi. Çünki ədəd bizdə 4 ilə başlayıb. Cavab B variantı 88. Növbəti suala baxaq. Vüsal yeni aldığı telefona kod qoymaq istəyir və müxtəlif rəqəmləri müxtəlif olmalıdır. Deyir, ən böyük neçə qoya bilər, ən kiçik neçə qoya bilər və bu deyir səhvim 18-ə qalıqsız bölünür. 18-ə qalıqsız bölünən ədəd biz bilirik ki, 9-a və 2-yə bölünən ədəd 18-ə qalıqsız bölünür. 9-a və 2-yə qalıqsız bölünən ədəd. İndi tapaq. Ən böyük ədəddirsə, demək bu 9 ilə başlamalıdır. Sonra 8 yazaram ki, ən böyük ədəd olsun. Amma mən buraya 7 yazsam, 9, 8, 7. Onda mənə verəcək cəm 24. 24-ün də üstünə mən 3 gəlməliyəm ki, 27 eləyəsin və 9-a bölünsün. Amma 3 olanda 2-yə bölünmür. Demək ki, burada mən 7 yaza bilmərəm. Mən 6 yazmalıyam ki, bu ədəd görək cüt ədədlə qutarırmı? Çünki 2-yə də bölünməlidir. 2-yə bölünürsə cüt ədədir. 9, 8, 6, üstünə də 4 gəlsəm, demək ki, 18-ə bölünəcək bu ədəd. Onda bizim ən böyük ədədimiz 9864-dür. İndi bizim ən kiçik ədədimizi soruşur. Ən kiçik ədəd 1, 0 yazaram ki, ən kiçik ədəd olsun. Ondan sonra 2 gəlir. Bu elədir 3. 3-ün də üstünə 6 gələndə eləyir 9. Həm cüt ədəddir, həm də 9-a bölünür. Rəqəmlər cəmi 9-a bölünürsə, ədəd 9-a bölünür. 1026 da demək 9-a bölünür. İndi bizə deyir ki, bu ikisinin cəmi neçə olacaq? 10890. Cavab C variantı olacaq. 19-cu suala baxaq. Aşağıda verilən şəklin üstdən görünüşün sahəsi 32 kvadrat santimetrdir. Soldan görünüşün sahəsi neçə olacaq? Demək, üstdən baxanda biz bunu görürük, bunu görürük. Burasını, burasını, burasını və 2 dənə də burada var. Yəni, belə bir görünüş olacaq. Və burada ümumi sahə nə qədərdir? 32-dirsə, burada 1, 2, 3, 4, 5, 6, 7 və 8 dənə kiçik kvadratlar var. 32-ni də 8-ə böləndə eləyir 4. Bir dənəsi 4-dür. Soldan baxanda nə görürəm? 3 dənə bu sütunu görürəm. Sonra burada 2 dənə bu sütunu görürəm və bir dənə də burada bir dənə sütunu görürəm. Yəni pləkan olacaq da. Pləkan kimi olacaq. Pləkan kimi belə bir şey olacaq. Onda burada da neçə dənədir? 6 dənə kiçik kvadrat var. Biri 4 idisə 6 vurulsun 4, 24. Demək ki, cavab B variantı 24 olacaq. 20-ci suala baxaq. Aşağıda verilən müqayisənin doğru olması üçün hansı iki kəsir yer dəyişdirilməlidir? Bu kəsirə toxunmayacaq. Çünki bu düzgün olmayan kəsirdir. Düzgün olmayan kəsir təbii ki, düzgün kəsirdən böyükdür. Demək, bizim işimiz ancaq bu üçü arasında olacaq. Bu üçü arasında necə edə bilərik? Müqayisə eləmək üçün ya sürətlər bərabər olmalıdır, ya da məxrəclər. Amma mən məxrəci bərabər eləmək istəmirəm. Çünki uzun gedəcək. Ona görə sürəti bərabər eləyərəm. Sürəti bərabər eləsəm 5, 8, 5. Buna ortaq məxrəci, yəni ortaq məxrəc deməyək, ortaq sürəti 40-dır. 40-dırsa onda bunu 8-ə vuracam. Bunu 5-ə vuracam. Bunu da təmsinin 8-ə vuracam. Onda biz almış olacaq. Yuxarıda birinci kəsirimiz 40 bölünsün. 8 vurulsun 7 mənə verəcək 56-nı. Digər kəsir
Yenə 40 bölünsün. 16 vurulsun 5, yəni 80. Digər kəsir yenə 40 bölünsün. 24 vurulsun 8. O da mənə verəcək 192-ni. İndi sürətlər bərabərdirsə, məxrəci kiçik olan böyük olur. Yəni 56 böyükdür 80-dən, o da böyükdür 92-dən. Buradan nə almış olduq? 7-də 5 bu ikisindən böyük kəsirdir. Yəni 7-də 5 keçməlidir 3-cü yerə. Və 24-də 5 də hamısından ən kiçikdir. Ona görə keçməlidir bura. Yəni cavab 7-də 5 ilə 24-də 5 yer dəyişdirməlidir. Cavab C variantı. 21-ci suala baxaq. Verilmiş avtomobil parkında dolu olan yerlər mavi, boş olan yerlər isə ağ rəngdə göstərilib. Parkda olan yerlərin neçə faizi doludur? Ümumi biz baxaq ki, görək parkda neçə dənə yer var. 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 20 dənə demək yerimiz var. 20 dənə yerdən 1-i, 2-si, 3-ü, 4-ü, 5-i və 6-sı doludur. Onda 6 20-nin neçə faizi təşkil edirdiksə, 2 ədədin faiz nisbəti. 6 bölünsün 20, vurulsun 100. O da mənə verir 30-u. Demək ki, cavab B variantı 30% olacaq. 22-ci suala keçək. 22-ci sualda ABC 5-ə böləndə qalıqda 1 eləyir. CBA-nı 10-a böləndə qalıqda 7 eləyir. Buna əsasən ASB-ni də 4-ə böləndə qalıqda 3 eləyir. Deyir, ən böyük ABC ədədinin rəqəmlər cəmi neçədir? Biz birinci tapmalıyıq ki, bu ədəd neçədir ki, o ədədi yazaq, rəqəmlər cəmini tapaq. Demək, 10 CBA-da tapa bilərik ki, CBA-nı 10-a böləndə 7 eləyirsə, ədədi 0 ilə qutaranda 10-a bölünür də, onda A 7-dir. A-nın qalığı həmişə 7 qalmalıdır bizə. Onu verməlidir. Deməli, C. ASB-ni də tapa bilərik. Görək, ASB-ni. Deməli, A 7-dir. 4-ə bölünmə əlaməti nədir? Son iki rəqəmi əgər 4-ə bölünürsə, həmin ədəd 4-ə bölünür. Son iki rəqəminə biz neçə deyə bilərik? 10, demək 9 da deyə bilərik. 6. Buna görə də işləyə bilərik. Baxaq görə nə ala bilərik? ABC-ni 5-ə böləndə 1 eləyirsə, C ya 6 olacaq. Çünki C burada 6 qalığı 1 qalacaq. Ya 6 ola bilər. Ya da 1-in özü ola bilər. 1-in özü ola bilər elə. Ki, qalıqda 1 alınsın. Əgər 1 olsa, baxaq görək 1 olsa, qalıqda 3 eləməsi üçün bura 9 olmalıdır ki, qalıqda 4, qalıqda 3 eləsin. Deməli, tapdıq A-nın qiymətinə biz 7 tapdıq, B-nin qiymətinə biz 9 tapdıq, C-nin də qiymətinə biz 1 tapdıq. İndi bu üçünü toplayanda edir 17. Demək ki, düzgün cavab 17 imiş. Digər üsulla da getmək olardı. Onda daha kiçik rəqəm almış olacaqdı. Gəlin onu da göstərim. O hansıdır? Bu həmişə 7 olacaq elə. A 7-dir. Burada C-nin yerinə 6 da ola bilər. C-nin yerinə 6 olsa, burada 6, 7 də buradır. B-nin də yerinə neçə olmalıdır ki, qalıqda 3 alınsın? 64 tam bölünür. 67 ola bilər. Onda üst-üstə düşür. Ona görə alınmır. 69 da deyə bilmərik. Ancaq və ancaq 64-dən kiçik onda olmalıdır ki, qalıq bizdə 3-ə bərabər ola bilsin. O da mənə verəcək hardasa 3-ü elə, 3-ün özün verəcək. 763-ün özün verəcək. 3 yazsam, qalıqda 3 qalacaq. Amma burada artıq A 7 oldu, B 3 oldu, C də 6 oldu. Yəni ABC ədədini yazsaq, 7, 3, 6, 736. Amma bayaqlar tapdığımız 791-dir. Bizdən ən böyük A-nı soruşur. Yəni kimisi bu ilə işləyib. Əgər bu ilə işləyən varsa,
birinci məsəl üçün 10-u görübsə, belə də işləmək olanda alınır, amma ən böyük ədəd alınmır. Ən böyük ədəd 791-də alınır. Həm də zaten 736-nı toplayanda burada rəqəmlər cəmi yoxdur variantlarda. 23-cü suala baxaq. Deyir, sətir, sütun və diaqonallar üzrə xanalara yazılan ədədlərin cəmi eynidir. Buna görə rəngli xanaya hansı ədəd yazılmalıdır? Yəni, diaqonal üzrə eynidirsə, burada diaqonalın zaten birini verib. Gəl toplayaq. 12-də 5, üstə gəlinsin 3-də 1, üstə gəlinsin 4-də 1. Mənə neçəni verəcək ki, sətir, sütun və diaqonalın cəmi eyni olsun. 12-də 5, bunların hamısı məxrəci elə 12-dir. Ortaq məxrəci 12-dir. Burada 5-dir. Bunu 4-ə vuraram. 4-dür. Bunu da 3-ə vuraram. 3-dür. Elə bu da eləyir 12/12, yəni 1. Yəni, ümumi cəm 1 eləməlidir. Onda biz buranı tapaq. 2-də 1, 1-dən çıxsam, 2-də 1 üstə gəlinsin 3-də 1-in cəmini mənə bu xananın yazılacaq ədədini verəcək. 1-dən çıxacam, 2-də 1-in üstünə 3-də 1 gələndə bunların ortaq məxrəci 6-dır. Bunu 3-ə vuracam, bunu da 2-yə vuracam. O da eləyəcək 6-da 5. Mən bura 6-da 5'dir. 1-dən də 6-da 5 çıxanda eləyir 6-da 1. Ona görə bura 6-da 1'dir. İndi 6-da 1 ilə də 4-də 1'in cəmi də 1-dən də indi çıxmalıyıq 6-da 1 üstə gəlinsin 4-də 1'in cəmini. 6-da 1 ilə 4-də 1'in ortaq məxrəci 12'dir. Yazaq. Bunu 2-yə vuraram, bunu 3-ə vuraram. O da 1 çıxılsın. Məxrəclər 12'dir. 2 ilə də 3'ü toplayanda 5. Yəni 1 çıxılsın 12'də 5. O da eləyir 12'də 7. Demək ki, cavab C variantı 12'də 7 olacaq. Digər suala baxaq. 24-cü sual. Aşağıda şəkil eyni düzbucaqlılardan əmələ gəlmişdir. Rəngi hissənin ümumi sahəsi nə qədər olacaq? Biz baxaq görək ümumi nə qədərdir buranın sahəsi? Ümumi. 3'ün vuracaq 2,4'ə. 3 vurulsun 2,4. Mənə verəcək buradakı düzbucaqlının ümumi sahəsini. Yəni 7,2 kvadrat metr. İndi biz burada baxaq görək neçə dənə ümumi kvadrat var. 1, 2, 3, 4, 5, 6. Demək 6'nın 6'ya yəni 36 dənə. Onda 7,2'ni bölsəm mən 36'ya bir dənə elə bir ki, düzbucaqlının, bir dənə düzbucaqlının sahəsini tapmış olacağım. O da eləyir 0,2 kvadrat metr. 0,2 kvadrat metr. Rəngli soruşur məndən. Rəngli neçə dənə var? 1 dənə, 2 dənə, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 dənə. Yəni 16'nı da vuracam 0,2'yə rənglərin sayəsini tapmaq üçün. O da eləyəcək 3,2 kvadrat metr. Yəni cavab A variantı 3,2 olacaq. 25'ə baxaq. ABC hərflərinin olduğu dairənin hər birinin həmin dairəyə qonşu olan iki düzbucaqlının daxilində yazılan ədədlərin ən böyük ortaq bölənləri yazılıb. Buna görə A plus B plus C'nin cəmini tap. A, yəni A bərabərdir. A bərabərdir. Əbob 60 ilə 36. 60 ilə 36'ya. B bərabərdir. Əbob 60 ilə 54'ə. C də bərabərdir. Əbob 36 ilə 54'ə. İndi bunları vuruqlarını ayrıda bilərsiniz. Və yaxud da ki, Evklid algoritması ilə işləyib tapmaq da olar. Böyükdən kiçiyi çıxırıq ta ki 0 alınana qədər. Yəni 60'dan 36'nı çıxarsan, eləyəcək 24. 24'dən təzədən kiçiyi çıxarsan, 60 çıx 36 eləyir 24. İndi bunlar arasında ən böyük olan hansıdır? 36. 36 çıx 24 tapasan, eləyəcək 12. 24'dən də 12 çıxanda eləyir 12. Və burada 0'a çevirir deyə cavab 12'dir elə. Demək, bunun əbobu 12'dir. Digərini də həmçinin eyni qayda ilə
tapa bilərik. 60 çıxılsın məsəl üçün 54 mənə verəcək 6-nı. Yəni bunu həm bayaqki üsulla davam etdirə bilərsiniz. 54 çıx 6. Sonra təzədən yenə belə davam eləsəz, cavab 6 alasınız elə. Ona görə bunun da əbabı 6-dır. Burada da 54 çıxılsın 36 18 eləyir. 54 çıxılsın 36 18 eləyir. 36-dan da 18 çıxanda 18 eləyir. 18-dən də 18 çıxanda 0 eləyirsə, demək ki, bunların əbabı 18-dir. İndi bunların bizdən cəmini soruşur. 12 üstəgəlsin 18 üstəgəlsin 6 30 36. Demək cavab D variantı 36 olur. İzlədiyiniz üçün çox sağ olun, təşəkkür edirəm. Belə videoların gəlməsini istəyirsinizsə, yorumlarda yaza bilərsiniz. Fikirlərinizi də hər daim bölüşə bilərsiniz. Mən onu qiymətləndirib videolar çəkməyə davam edəcəm. Çox sağ olun, sağ olun.